Uşaqlar baxaq 25-ci suala. Deyir ki, tələbənin fərqli rəngli 5 köynəyi var. Tutalım, bu fərqli 5 dənə köynək olsun. A, B, C, D-yi birinci, ikinci, üçüncü, dördüncü, bu da 5 dənə köynək. Deyir ki, o eyni köynəyi ardıcıl 2 gün geyinmir. Ardıcıl 2 gün geyinmir. Məsələ nədir burada uşaqlar? İlk gün tələbənin neçə seçim şansı var? 5 dənə köynəyi var, 5 dənə seçim şansı var. Yazdım 5, vurulsun. Sonra tələbə hər gün ancaq bir köynək geyinərsə, 5 gün ərzində bu köynəklər neçə fərqli üsulla geyinə bilər? Deməli deyir ki, o eyni köynəyi ardıcıl 2 gün geyinmir. Deməli məsələn, birinci seçimdə birin geyinmişdi, düzdür? Yerinə neçə dənə seçim şansı qalıb? 4 dənə, vurulsun. Ardıcıl növbəti gün artıq yenə həmin köynəyi geyinməyəcək. Yenə 4 dənə seçim şansı qaldı. Sonra həmin geyinmədi köynəyi çıxartdım. Növbəti gün hər hansısa birin geyindi, düzdür? Yenə 4 dənə seçim şansı, yenə 4 dənə seçim şansı. Vəssalam. Olacaq 5 vurulsun. 4-dən neçə dənədir? 4 üstü 4. 4 üstü 4 256 eləyir. Yəni 5 vurulsun 256. Bu da neçə eləyir? 1280. Doğru cavab 1280 olacaq.